Sosial şəbəkələrdə satılan bəzi dırnaqarası arıqlama məhsulları sağlamlıq üçün ciddi təhlükə yaradır. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları sosial şəbəkələr üzərindən satılan və sürətli arıqlama vəd edən mənşəyi şübhəli məhsullara qarşı son dərəcə ehtiyatlı olmağa çağırır. Agentlik tərəfindən aparılan monitorinqlər zamanı sosial şəbəkələrdə reklam edilərək satışa çıxarılan bir sıra çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli olan və istifadəsi qanunvericiliklə qadağan edilmiş sibutramin maddəsi aşkarlanıb. Sibutramin niyə təhlükəlidir? Sibutramin güclü təsir edici kimyəvi maddədir və insan orqanizminə ciddi zərər vura bilər. Onun istifadəsi bəzi ağır nəticələrə səbəb ola bilər. Arterial təzyiqin kəskin yüksəlməsi, ürək ritm pozğunluqları, infarkt və insult riskinin artması, ürək-damar sistemi xəstəliklərinin ağırlaşması, yuxusuzluq, təşviş və əsəbilik, depressiya və digər psixi pozğuntular, həyat üçün təhlükəli ağırlaşmalar. Məhz bu səbəbdən sibutraminin qida məhsullarında və dərman vasitələrində istifadəsi Azərbaycan Respublikasında qadağandır. Vətəndaşların nəzərinə çatdırılır ki, sosial şəbəkələrdə fəaliyyət göstərən anonim səhifələr vasitəsilə satılan məhsulların əksəriyyətinin dövlət qeydiyyatı olunur. Təhlükəsizlik göstəriciləri təsdiqlənmir. Tərkibi barədə istehlakçıya düzgün məlumat verilmir. Mənşəyi və istehsal şəraiti məlum olmur. Qanunsuz satış yolu ilə dövriyyəyə buraxılması halları müşahidə olunur. Sürətli, zəmanətli, 7 günə arıqlama, yan təsirsiz nəticə kimi vədlərlə təqdim olunan məhsullar istehlakçıların sağlamlığını ciddi risk altına qoya bilər. Bəs təhlükəsiz seçim necə edilməlidir? İştahanı kəsən və bu cür arıqlama çayları, kapsul şəklində olan həblər biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Çox zaman istehlakçıları aldatmaq üçün ən çox istifadə edilən cümlə çayların bitki tərkibi olmasıdır. Bir məhsulun bitki mənşəli olması o demək deyil ki, o məhsul zərərsizdir yaxud orqanizm üçün faydalıdır. Çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı müəyyən yan təsirləri də var. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara tövsiyə edir. Yalnız dövlət qeydiyyatından keçmiş bioloji aktiv qida məhsullarından istifadə etsinlər. Məhsulun mənşəyi, istehsalçısı barədə məlumatlarını yoxlasınlar. Sosial şəbəkələr və qeyri-rəsmi internet səhifələri vasitəsilə satılan naməlum məhsulları əldə etməsinlər. Arıqlama məqsədi ilə hər hansı vasitədən istifadə etməzdən əvvəl həkim və ya mütəxəssis məsləhət alsınlar. Sağlam və davamlı çəki azaldılması yalnız balanslaşdırılmış qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür. Sağlamlığınızı riskə atan məhsullara deyil, təhlükəsiz seçimlərə üstünlük verin. Agentlik bir daha əhaliyə müraciət edərək bildirir ki, təhlükəsizlik göstəriciləri təsdiqlənməyən məhsulların istifadəsi sağlamlıq üçün ciddi risk yarada bilər. Arıqlama məqsədi ilə hər hansı məhsuldan istifadə etməzdən əvvəl mütəxəssis rəyi alınması və məhsulun qanuni dövriyyədə olmasının yoxlanılması vacibdir. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin saytında Qida Təhlükəsizliyi reyestri mövcuddur. Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir və qanunvericiliyin tələblərini pozan hallarla bağlı aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər görülür.